Yeriköy'ün Zardabala kəndində haqsızlıq boş olub gedir. Yeriköy'ün hər qurumu bundan xəbərdardır. Amma buna amal etmirlər. Deyirlər bizim gücümüz çatmır. Polisin xəbəri var, prokurorun xəbəri var, məhkəmənin xəbəri var, icra başçısının cənabları xəbəri var. İcra başçısı da istəyir bunun adamı Şiryov Rahib Bağyoğlu. Deyir arkasında mənəm. Bax, bu zulmü Allah götürməz. Eşyayla evimə un aparacam. Azərbaycan xalqı, mənə hörmətli cənab Prezident İlham Əliyev cənablar, bizə köməklik edin. Yeriköy'ünə təyin elədin sən. Yeriköy'ünə təyin elədin başçı. Deyir ki, mənlik deyil, sən get qonşuluqda yola get. Ondan sonra hörmətli Prezident Yeriköy'ünə cənab Nazir təyin elədin Anar Əliyev. 2022-ci il noyabrın 2-sində onun qabulunda olmuşam. Bundan mən kömək istəmişəm. Bu yolla bağlı mənə köməklik. Amma köməklik eləmir. Nəyə görə? Bizə bir köməklik eləyin, bizə bir yol verin də bizə. Polis bu işi həll eləmir. Polis deyir ki, bizlik deyil. Hə nazirliyə zəng elə, şikayət elə. Polis də bu işi həll eləmir. Hörmətli cənab Prezident, bizə köməklik elə də.